Vallahi bu çox qorxulu hədisdir, amma mən bunu sizə xatırlatmalıyam. Ona görə ki, aramızda həm yaşlı, həm də gənc qardaşlarımız var və hamımızın nəsihətə ehtiyacı var. Allah Rasulü sallallahu aleyhi və səlləm buyurdu ki, ümmətimdən, müsəlmanlardan bir çox insanlar tanıyıram ki, qiyamət günü işıq saçan dağ boyda əməllərlə gələcəklər və uca Allah onların əməllərini dağılmış toza çevirəcək. Subhanallah, heç olacaq, dağılmış toza çevrilənəcək. Onların bütün yaxşı əməlləri silinəcək. Sahabələr soruşdular ki, ey Allahın Rasulü, bizlərə onların əlamətlərini izah et ki, bilmədən biz də onlardan olmayaq. Rasulullah sallallahu aleyhi və səlləm dedi, onlar sizin qardaşlarınızdır, qəbilənizdəndir və onlar sadə, adi müsəlmanlar deyil. Onlar o kəslərdir ki, sizin kimi gecənin bir yarısı oyanıb ibadət edirlər. Bəs onda problem nədir? Onlar Allahın qadağaları ilə baş-başa tək qaldıqda onu pozurlar. Düşün ki, hər hansı bir kişi və qadın müsəlman otaqda tək qaldıqda, önlərində notebook və yaxud smartfon olduqda, onlar Allahın qadağa qoyduğu sərhədləri aşırlar. Bir poemada bu məsələ çox gözəl açıqlanır. Əgər Allah soruşsa ki, mən gördüyüm halda mənə itaətsizlik etməkdən utanmadımmı? Amma günahlarını yaradılanlardan utanaraq gizlədirdin. Sonra da bu günahlarla mənim hüzuruma gəldin. Bir pişik sənin otağına qəflətən daxil olanda qorxub çəkinirsən. Amma sən qorxmursan ki, Allah hər zaman səni izləyir. Dinləyin ey müsəlman bacı və qardaşlarım, bunu sizə izah etmək mənim üçün vacibdir. Günaha təklikdə qaldıqda, zəifliyindən və yaxud yanlışlığından edirsənsə, bu Allaha qarşı gəlmək deyil, bu adi bir günahdır. Amma sən dərk edərək ki, Allah səni görür və bu sənə günahları tərk etməyə mane olmursa, onda Allaha qarşı gəlmiş olursan və Allah sənin bütün xeyir əməllərini siləcək. Mənim dəyərli bacı və qardaşlarım, bu məsələlərə bizdən öncəki salih müsəlmanlar kimi diqqətlə, ixlasla yanaşaq. Rəbbimiz bizə daha çox xeyir işlər görmək üçün güc və qüvvət bəxş etsin. Diqqətli olaq ki, Allah etdiyimiz xeyir əməlləri qəbul etsin. Uca Allah xeyir əməllərimizi sizlərdən və bizlərdən qəbul etsin. Amin.